Gözəlliyi, ağlı, cəsarəti, lazım gəldikdə isə silah tutub at minməyi ilə tanınan igid türk qadınlarından biri və adı ilə hər kəs tərəfindən hörmətlə anılan Taclı Bəyim Sultan. Şah İsmayıl Xətainin ən sevdiyi və döyüşlərə onun yanında getməsinə izin verdiyi xanım. Əsl adı Bihruzə olan Taclı Bəyim Bağdad varisinin qızıdır. Daha sonra isə Şah İsmayılın nicahlı həyat yoldaşı kimi önəmli bir mərtəbəyə yüksəlir. Bütün hakimiyyəti dönəmində şahın yanında olan, onun ölümündən sonra isə 1-ci Təhmasibin taxta çıxmasına dəstək verən Taclı Bəyim Səfəvi sarayında çox böyük nüfuz sahibi idi. Hətta şahın qəzəbinə düçar gəlməkdən qorxan bir çoxlarının bağışlanmaq üçün məhz onun yanına üst tutduqları bildirilir. Taclı Bəyim haqqında ən geniş yayılan və müzakirə mövzusu olan məsələ isə onun Çaldıran döyüşü əsnasında əsir düşmə rəvayətidir. Bəzi Osmanlı qaynaqlarında onun əsir düşdükdən sonra Tacızadə Cəfər Çələbi ilə evləndirildiyi qeyd olunur. Əslində isə Bihruzə Taclı Bəyim xatunun sadəcə bir gün əsir qaldığı və üzərindəki qiymətli zinət əşyalarını verərək azad olunduğu təsdiqini tapmışdır. Səfəvi, Qərb və bir çox Osmanlı qaynaqlarının gəldiyi yekun qənaət ondadır ki, Taclı Bəyim Şah İsmayılın ölümünə qədər onun yanında qalır. 1-ci Təhmasibin şahlığı dövründə də sarayda olduğu, sonradan isə Şiraza getdiyi və 1540-cı ildə 52 yaşında orada xəstələnərək vəfat etdiyi deyilir. Şirazda olan Bibi Duhtəran qəbirstanlığında dəfn edilib. 36 il Səfəvi sarayının nəvvab-ı naibəsi olan Taclı Bəyimin 3 oğlu və 2 qızı olur. Oğlanları Əlqas Mirzə, Sam Mirzə və Bəhram Mirzələrdir. Qızları isə Məhribanı Sultan və Pərixan Sultandır.